nə edəcəyini bilməyən. Yəni sən bilmirsən, ana indi evə gələcək işdən və yaxud da hardansa. Sən bilmirsən, o hal-hazırda səni döyəcək, o hal-hazırda səni öpəcək və yaxud o hal-hazırda sənə danışdırmayacaq və yaxud da danışacaq, güləcək. Yəni sən bilmirsən və onun narahatlığı, onun sıxıntısı adamı çox yorur. Artıq ana zəng eləyəndə deyəndə ki, mən gəlirəm 5 dəqiqə evə, sən onun tonunda bilmirsən, orada nə var. Gələcək, hansı reaksiya verəcək sənin evdə olmağına? Bəlkə sən divanın altını süpürmədin, bəlkə sən qabları yuya bilmədin və yaxud da yudun, bəlkə yaxşı yumamısan. Bax, bu cür ana ilə böyüyən qızlar daha sonra münasibətə girəndə psixologiyada belə bir anlayış var, gaslighting anlayışı. Bu nə deməkdir? Sənin doğru bildiyin hər bir şeyə sən doğru bilmirsən deyə bir inancdır. Yəni sənə deyirlər ki, sən qatığı hal-hazırda ağ görürsən, amma o ağ deyil, o qaradır. Və sənə onu inandırmağa çalışır ki, sənin gördüyün qatıq qara rəngdədir. Bir müddətdən sonra sən öz gözlərinə şübhə eləməyə başlayırsan. Sən düşünürsən ki, həqiqətən də bəlkə də mənim gördüyüm o qatıq qara rəngdə idi, mən səhvəm. Bax, bu tipdə ana ilə böyüyən insanlar daha sonra analiz qabiliyyəti sıfırdır. Vəziyyəti analiz eləyə bilmirlər, həyatı analiz eləyə bilmirlər, düşdüyü ortamı analiz eləyə bilmirlər. Mən hal-hazırda burada susmalıyam mı, danışmalıyam mı bilmirlər.